Əziz valideynlər və abituriyentlər, bəzi hər şey olurlar, deyirlər ki, ballar qalxacaq, ballar düşəcək və abituriyentlərdə, valideynlərdə narahatlıq yaradırlar. Bunun heç bir əsası yoxdur hələkilik. Çünki hələ ikinci cəhd imtahanı var, imtahan nəticələri çıxmalıdır, ballar bilinməlidir, plan yerləri göstərilməlidir. Bütün bunlardan sonra bilinəcək ki, balların qalxıb düşməsi nə qədərdir. Bəs niyə bunu edirlər? Sizi həm dərsdən yayındırmış olurlar, həm də özlərinə klient, müştəri yığırlar. Onlara vaxt ayırmayın. Balını qaldırıb qaldırmayacağını, balını salıb salmayacağını sənin son bir aydakı hazırlığın müəyyən edəcək. Necə hazırlaşırsan, planın varmı, test işləyirsənmi, sosial şəbəkələrdə nə qədər vaxtın gedir, ekran vaxtını azaltırsanmı? Əsas məsələ budur. Yoxsa hərəsi açıb bir şey danışır. Bunlara fikir verməyin. İmtahan verdikdən sonra doğru məlumatları sizlərlə paylaşacağım. Heç narahat olmayın. Siz də bu videonu dostlarınızla paylaşın ki, vaxtları boş yerə getməsin. Hər şey logları dinləməyə son verin. Salamat qalın.